təcili, güclü sel gəldi, evlər yarıya qədər su ilə doldu. Bu yaşayış məntəqələri təhlükədə. Hacıqabula dağlardan gələn sel 3 kəndi təhlükə altına alıb. Reportun Aran Bürosunun məlumatına görə hazırda rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları Yeddipara adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb. Sakinlərin sözlərinə görə Harabi dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyatyanı sahələrə dolub. Hazırda intensiv yağış yağır, sel davam edir. Sözü gedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb. Bununla bağlı artıq aidiyyatı qurumlar hərəkətə keçib.